Napoli Qarabağ. Bu demək istəyərdim. Napoli Chelsea nisbətən aşağı sürətli komandadır. Bəlkə də sürpriz ola bilər. Bəlkə də heç oldu. 1-1 ola bilər ya 0-0, nəsə az gol düşünürəm. Hər dəfə buna görə qınaq olmağa Qarabağ udacaq hə. mən buna görə yox. Mən buna görə izləyicilərin qınağını 3-0 Qarabağ udacaq. Hə, indi görüm nə deyirsiniz. Qınağını öz üzərimə götürməyə hazıram. Aha. Tək ki, mən deyənin əksi olsun. Mən deyirəm Qarabağ udacaq, Qarabağ xal qoparda bilmir. Deyirəm ki, Qarabağ xal qopardacaq, məğlub olur. Deyirdim ki, Chelsea məğlub olacaq. Əksinə xal qopartdı Chelsea kimi komandadan. Desən, yaxşı. O ənənəyə davam götürürəm öz üzərimə. Ənənəni davam eləyir. Tək siz mənə tənqid edin. Napoli 3-0 udacaq, 3-0 udacaq. Hə, mən düşünürəm ki, Napoli Qarabağa qalib gələcək. Öz meydanında öz meydanında bu imkanı əldən verməz. Təbii ki, bu tərəfdaşlıq deyil, bu azarkeşlik mövqeyi deyil. Bu sadəcə bir statistik proqnozdur və hətta düşünürəm ki, Napoliyə qarşı Chelsea-dən daha çətin olacaq. Öz meydanında yaxşı oynayır Napoli. Hə, öz meydanında çox yaxşı oynayır və Napoliyə qədər artıq Qarabağ üzə çıxartdı kim olduğunu. Yəni hamıya diş göstərdi Qarabağ. Napolidə mən inanmıram ki, yəni arxayın çıxar oyuna. Mən maksimum ehtiyatlı və maksimum gücünü qoyacaq ortaya. Tək olsun ki, xal qopardaq, qalib gələk. Amma proqnozum Napoliyə 2 top fərqi ilə uduzmaqdır. Mən düşünürəm 1-1 olacaq nəsə. 0-0 ya da 1-1.